Bugünkü dərsimiz ərəb xilafətidir. Ərəb xilafəti haqqında ümumi məlumat verəcəyik və diqqətlə qulaq asın. Başlayırıq birinci ərəblər harda yaşayırdı? Ərəblər deməli Ərəbistan yarımadasında, Asiyanın cənubi-qərbində yaşayırdı. Yarımadanın böyük hissəsi çöllərdən və yarımsahradan ibarət idi. Əkinçilik üçün yararlı torpaqlar su yağıntı yarımadan qərb və cənub-şərq hissələrində bol olduğu üçün əhali burada daha çox məşğullaşmış və əkinçilik və sənətkarlıqla məşğul olmağa başlamışdı. Məkkə və ticarət mərkəzlərinə baxaq. Yarımadan qərb sahilində yerləşirdi Məkkə və ticarət mərkəzlərindən biri sayılırdı və bundan əlavə Yəsrib şəhəri də var idi və 622-ci ildən bura Mədinə adlanmağa başlamışdı. Məkkəyə baxaq. Məkkə əhalisinin əsasını Qureyş nəslindən olan insanlar təşkil edirdi. Ərəb ticarət və dini mərkəzləri idi ərəblərin. Əhalinin əksəriyyəti bütpərəst olsa da xristianlıq, yəhudilik və zərdüştlik dini burada mövcud idi. Daha sonra bədəvilərə baxaq. Bədəvilər kim idi? Əhalinin əksəriyyətini təşkil edirdi. Köçəri maldarlıqla məşğul olurdular. Dəvə və cins atlar saxlayırdılar. Dəvəni səhra gəmisi adlandırırdılar. Daha sonra ümumi xilafət dövrünə baxaq. Deməli, Ərəb xilafəti biz dedik 7-ci və əslində xilafət olaraq mövcud olması 9-cu əsrə qədər mövcud olmuşdur. Lakin Bağdad xilafəti olaraq isə 1258-ə qədər davam etmişdir. İndi baxacaq ki, hansılardır? Burada qısa məlumat verib. Məsələn, 4 xəlifə dövrüdür filandır. Burada bəzi səhvliklər var. İndi keçək bu birsinə Sasani dövləti və ərəb qəbilələri arasında münasibətlərə keçək. Deməli 6-cı əsrdə Sasani dövləti Ərəbistandan keçən ticarət yolları, xüsusilə Yəməni ələ keçirmək uğrunda mübarizə apardı. Bu dövrdə bir çox ərəb qəbilələri yurtlarını tərk edib şimala çəkildilər və xarici düşməndən qarşı birləşməyə lazım olduğunu başa düşdülər. İslam dininin yayılması 610-cu ildə Ərəbistanda yeni din, İslam dini meydana gəldi. İslam dininin banisi Məhəmməd Peyğəmbər olmuşdur. Ərəblər arasında birliyin yaranması İslamın böyük rol olmuşdur. Ərəblər İslam əvvəlki dövrləri cahiliyyə dövrü adlanırdı, yəni nadanlıq, avamlıq dövrü adlanırdı. Məhəmməd Peyğəmbərin həyatından danışsaq, 570-ci ildə Məkkədə anadan olmuş, uşaq ikən valideynlərini itirib və qohumları tərəfindən böyüdülmüşdü və 40 yaşına çatanda, yəni 610-cu ildə Hira mağarasında Məhəmməd Peyğəmbərə peyğəmbərlik verilmiş, 3 il sonra Məkkə İslam dininin təbliğinə başlamışdır. İslam Allaha təslim olma, salamatlığa çatma, sülh mənalığını verir. İslam dini qəbul edən müsəlmanlar isə Allaha təslim olmuş anlamını verir. Hicrət və nəticələrinə baxaq. Hicrət Məhəmməd Peyğəmbər Məkkə əhalisinin təzyiqinin nəticəsində 622-ci ildə Yəsrib şəhərinə, yəni Mədinə şəhərinə köç edir və köçməklə hicrət ilə hicr tarix başlayır və İslam tarixinin başlanğıcı qoyulur. Yəsrib şəhərdə Mədinə, yəni Peyğəmbər şəhəri adlanmağa başlayır. İslamın əsasları var. Burada siz videonuzu taxilib baxıb qeyd edirsiniz əsas məlumatları. Ərəb dövlətinin yaranması, yəni dövlətin qurulması haqqında baxaq. Məhəmməd Peyğəmbər Mədinəyə köçdükdən sonra müsəlman icmaları rəhbərlik etmiş və şəhəri idarə etmişdir. Məkkəlilər Mədinəyə müsəlmanlara hücum etsələr də 624-cü ildə baş verən Bədr döyüşündə məğlub oldular. Sonraki qarşı durmada uğursuzluqlarla üzləşən Məkkəlilər nəhayət İslamı qəbul etdilər və hətta müqavilə bağladılar 630-cu ildə. Məhəmməd Peyğəmbər və İslam dövlətinin qurulması. Məhəmməd Peyğəmbər İslam dövlətini qurdu və onun ilk başçısı oldu. Şəxsi mülkiyyət toxunulmaz elan etdi. Vərəsəlik, evlənmə, boşanma və digər hüquq məsələləri aydınlıq gətirdi. Qadağalar etdi. İçki içmək, qumar oynamaq, donuz əti yemək, oğurluq, cadugarlıq və fala baxmaq günah sayıldı. İndi keçək dövlətin yaranmasına dövlət haqqında məlumata. Deməli, Ərəb dövlətinin tarixi 630-1258-ci ildə əhatə eləyir. Məhəmməd Peyğəmbər dövrü 630-632-ci illərə əvəz eləyir və Peyğəmbərində İslam dövləti quruldu. Sonra 4 xəlifə dövrünə keçirik 632-661-ci illərdə. Bunlar hansılar idi? Əbubəkir 632-634, Ömər 634-644, Osman 644-656 və Əli 656-661. Xüsusiyyətlərinə baxaq. Ərəb dövləti sürətlə inkişaf etdi. Paytaxtları xəlifələr dövründən Mədinə və Məkkə idi. Bütün Ərəbistan yarımadası fəth olundu. Bizans və Sasani imperator torpaqlarına hücum başlandı. Fələstin, Suriya, Misir fəth olundu. Şimal Afrika geniş əraziləri ələ keçirildi. Hətta 651-ci ildə Sasani dövlətinin varlığına son qoyuldu. Cənubi Qafqazda hücumlar idi. Xəzər xaqanlığı ilə toqquşmalar yaşandı. Daha sonra Əməvilər sülaləsinə baxaq. Əməvilər sülaləsinin dövründə paytaxt Şama köçürdü və İslam dövləti genişlənərək qitələr arası bir imperiyaya çevrildi. Daha sonra Abbasilər sülaləsinə bax, 750-1258, Əməvilər isə 661 və 750-də hakimiyyətdə olur. Abbasilərin dövründə paytaxt Bağdad oldu, elm və mədəni inkişaf zirvəyə çatdı və 1358-ci ildə Monqollar tərəfindən süqut elətdirildi. İndi baxaq burada
Ərəb fəthlərinin səbəblərinə. Ərəb fəthlərinin səbəbi bunlar idi ki, yüngül silahlanmış və çevik atlı dəstələrindən ibarət orduları var idi. Bizans və Sasaniya imperiyasının bir-birinə müharibədə zəifləmişdi və ərəblərə qarşı güc gətirə bilmirdilər. Fəth edilən ərazilərə ədalətli idarəetmə səbəbilə yerli əhalinin çoxu bunlara müqavimət göstərmirdi. İndi burada Əməvilər haqqında geniş məlumat verib ona baxaq. 661-ci ildə Muaviyyənin taxta çıxması ilə Əməvilər sonrası hakimiyyətə gəldi. Paytaxt Dəməşq, yəni Şam şəhərinə köçürüldü. 8-ci əsrin əvvəlində Şimali Afrika ölkələri fəth tamamlandı. 711-ci ildə Tariq İbn Ziyadın başçılığı ərəblər Cəbu Tariq boğazını keçərək İspaniyaya daxil oldular. Veskotuları məğlub edib İspaniyanı fəth etdilər. Pirenen yarımadasının böyük hissəsi ələ keçirildi. Lakin 732-ci ildə Poitiers döyüşündə Franklar ərəbləri məğlub edərək Qərbi Avropaya doğru yürüşünün qarşısını aldılar. Şərq istiqamətində genişlənmə var. Qafqaz və Mərkəzi Asiya tamamilə işğal edildi. Çin və Hindistan sərhədlərinə çatdılar. Hindistan yarımadasının şimali-qərb əhəmiyyətli ərazilər ələ keçirildi. Əməvilərin siyasəti və nəticələrinə baxaq. Ərəb millətçiliyi siyasətinin yer edilməsi, ərəb olmayan müsəlmanlara ailə seçkilinin edilməsi və bu siyasət xalq arasında narazılığa səbəb oldu və üsyanlara gətirib çıxartdı. Abbasilərin hakimiyyətə gəlməsinə baxaq. Bayaq burada biz dedik siyasətin narazılığa gətirdi və 750-ci ildə Əbülməsihin rəhbəri ilə baş verən üsyan nəticəsində Əməvilər sülaləsi devrildi və Abbasilər sülaləsi hakimiyyətə gəldi. İstisna var burada. İstisna nədir? İspaniyada Əməvilər nümayəndəsi Əbdülrahman Əl-Əvvəl Abbasiləri tanımadı və Kordoba xilafətini qurdu. Bu isə təxminən 756-cı ilə təsadüf eləyir. Sonra qeyd var. Əməvilər dövründə İslam dövləti qitələrarası bir imperiyaya çevrilmişdi. Poitiers döyüşü var. Məsələn 732-ci ildə Avropada genişlənməsinə son nöqtəsini qoydu. Əməvilərin ayrı seçkilik siyasəti isə süquta səbəb oldu və Abbasilər dövründə daha çox bərabərçilik siyasəti yeridildi. İndi fikir verək Abbasilər xilafətindən geniş mövzular açıb. Burada əsas hadisələr hansılardır? 751-ci Talis döyüşündə ərəblər Çin ordusunu məğlub edərək Mərkəzi Asiya nüfuzunu gücləndirdilər. 762-ci ildə Bağdad şəhərinin əsası qoyuldu və paytaxt Dəməşqdən Bağdada köçürüldü. Bu dövrdən etibarən Abbasilər dövləti Bağdad xilafəti adlanmağa başladı. Xilafət zəiflədi. Zəifləməsinə nümunələr Xürrəmlər hərəkatı 778 və 837-ci ildə Azərbaycanda baş verən bu üsyan xilafətin dağılmasında mühüm rol oynadı. Sonra 9-cu əsrdə bölgələrdə müstəqil həmşərin yaranması, məsələn Misir, Mərkəzi Asiya, Azərbaycan, İraq, İran və Əfqanistan bölgəsində və bu ərazilər Bağdad xilafətindən ayrıldı. Türklərin artan nüfuzu, məsələn Xəlifə Mütəsimin dövründə 833-842-ci ildə Bizansa qarşı və daxili üsyanların yatırmasında Türklərdən istifadə etdi. Türk hərbi delilər, məsələn Əbu Sacı götürmək olar. Əbu Sac istibdadı xələfləri də öz nüfuzlarını altına aldılar. Sonra Səlcuqların və Monqolların təsiri 1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdadı ələ keçirərək Abbasiləri öz məyəsinə aldı və 1258-ci ildə Hülakü xan Bağdad tutaraq Abbasilər xilafətinə son qoydu. İdarə etməyə baxsaq, dövlət dili ərəb dili idi. İnzibati bölgüsü xilafət ərazisi əmirliklərə, yəni vilayətlərə bölünmüşdü. Pul vahidlərinə fikir versək, qızıl dinar, gümüş dirhəm və mis filis var idi. Vergi növlərinə baxaq. Xərac var idi, torpaqdan istifadə müqabilində verilirdi. Cizyə var idi, qeyri-müsəlmanlardan alınan vergi idi və əvəzində xidmətdən azad edilər. Sonra xümus var idi, hər bir müsəlmanın daşına əmlakının 5/1 idi. Zəkat var idi, daşınmayan əmlakının 40/1 hesab olunurdu. Paytaxtlarına baxaq, 4 xəlifənin dövründə Məkkə, Mədinə, Əməvilərin dövründə Dəməşq və Abbasilərin dövründə Bağdad şəhəri. Sonra burada ümumi nəticə var. Abbasilər dövründə İslam mədəniyyəti və elmi zirvəyə çatdı. Yəni Bağdad dünyanın mədəniyyət mərkəzi oldu. Lakin mərkəzi hakimiyyətin zəiflənməsi türklərin və monqolların təsiri ilə xilafət süquta uğradı. Vergi sistemi və inzibati quruluş İslam dövlətləri üçün nümunə oldu. Daha sonra torpaq mülkiyyətləri var burada. Dövlət torpağı var idi, dövlətə məxsus torpaqlar idi. İqta hərbi xidmət və ya digər xidmətlər qarşılığında verilirdi. Mülk feodalların irsi olaraq sahib olduğu torpaqlar idi. Vəqf dini idarələri, yəni məscid və mədrəsələrə məxsus torpaqlar idi. İcma kəndli insanların istifadə etdiyi kollektiv torpaqlar idi. Hərbi və maliyyə siyasətinə baxaq. Hərbi xidmət və cihad hər müsəlman üçün vacib idi. Xəlifə Əlinin dövründə vergilərin azalması ərəb əyanlarının hökumətə qarşı narazılığa səbəb oldu və daxili münaqişələr gücləndi. Daha sonra xümsə baxaq. Vəzəkata baxaq, deməli, biri 5/1 idi, biri sosial vergi idi. Əvvəlcə yoxsullara, daha sonra xəlifə xəzinəsinə yığılırdı. Poitiers və Talas döyüşlərinin müqayisəsi var. Məsələn, Poitiers döyüşü
732 dedik, Talas 741 dedik. Deməli, Talas döyüşü baş vermişdi. Abbasilərin dövründə ərəblər qalib gəlmiş və Mərkəzi Asiya əsas yəni bu hadisə buralarda baş vermişdi. Poitiers döyüşü 733-də idi. Ərəblər məğlub olmuşdu və Qərbi Avropa fəthi dayanmışdı. Və misal olaraq Talasada biz Çinin nüfusunun azaldığını deyə bilərik Mərkəzi Asiyada. Əməvilər və Abbasilərin oxşarlıqlarına aid nümunə gətirsək, ərəb əsilli sülalələrdir. Hər ikisi işğalçılıq siyasəti yeritmiş və dövlət arasını genişləndirmişdilər. Bizans, Xəzər və Franklara qarşı mübarizə aparmışdılar. Paytaxtları köçürmüşlər. Məsələn, Əməvilər Dəməşqəyə, yəni Şam şəhərinə, Abbasilər isə Şamdan Bağdad şəhərinə vergi islahatlarını həyata keçirmişdilər. Yəni Əməvilərdə belə deyək, yəni Məkkə Mədinədən Dəməşqə, Şama köçürmüşdülər. Vergi islahatlarını isə həyata keçirmişdilər. Məsələn, ilk xəlifələr Əməvilər, Abbasilər ümumi xüsusiyyətlərinə baxaq. Genişlənmə siyasəti və yeni ərazilərin fəthi var idi. Paytaxt dəyişikliyi Mədinə, Dəməşq və Bağdad. Tabe edilmiş xalqların üsyanları, məsələn, Xürrəmlər və Bizans və Xəzərlər mübarizə. Sasani və Ərəb xilafətinin oxşarlığına baxsaq, Asiyada yaranmış feodal dövlətlər idi, geniş işğalçılıq siyasətləri keçirmişdilər, köçürmə siyasətləri var idi, Bizanslılar uzun müddətli müharibə aparmışlar və ümumi nəticəyə baxsaq isə Ərəb xilafətinin torpaq idarəçisi feodal münasibətlər əsasında qurulmuşdu. Poitiers və Talas döyüşləri ərəb genişlənməsinin həm qərb, həm də şərq istiqamətində taleyini müəyyən etmişdi. Sasanilər və Ərəb xilafətinin oxşar və siyasi və iqtisadi modelləri tətbiq etmişdilər. Daha sonra burada oxşarlıqlardır. Məsələn, biz deyə bilərik ki, burada Axund və ərəblərlə oxşarlıq Hindistana yürüş idi. Hər iki dövlət Hindistanın müxtəlif əraziləri fəth etmiş və Sasanilərlə mübarizə idi və Axundlar və Ərəb xilafəti Sasani imperiyasında uzun müddətli müharibə aparmışdı. Göytürk dövləti və Ərəb xilafəti üçün oxşar cəhətlər desək, Asiyada yaranan erkən feodal dövlətlərdir. Hər ikisi Mərkəzi Asiyada güclü imperiya qurmuşlar. Çin və Bizansla mübarizə aparmışlar və Göytürklər Çinə qarşı, Ərəb xilafəti ilə Bizansa qarşı müharibə aparmışdır. Abbasilər və Şirvanşahlar dövlətinin oxşarlığına baxsaq isə Böyük Səlcuq dövlətindən asılı olmuş və Abbasilər və Şirvanşahlar dövləti Səlcuqların siyasi nüfuzu altına düşmüşdür. Məlumat bu qədərdir. Biz bunlar haqqında Azərbaycan tarixinə də məlumat vermişik. Ona görə keçim xəritəyə. Xəritəyə diqqət edək. Birinci paytaxtlarını göstərəcəm. İlk paytaxtları Məkkə və Mədinə şəhəri olmuşdur. Ərəbistan yarımadasının qərb bölgəsində. Daha sonra paytaxt köçmüşdü Dəməşq şəhərinə, yəni indiki Suriyan paytaxtına, yəni belə yazaq 632 və daha dəqiq 630 və 661-ə qədər bu ərazilər olmuşdur. Ondan sonra 661-dən 750-yə qədər Şam şəhəri olmuşdur və 762-dən daha dəqiq desək 750 deməyək, 762 deyək. Çünki 62-də Bağdadın əsası qoyulur və 62-dən 1258-ə kimi də Bağdad şəhəri dövlətin paytaxtı olur. Sonra nə məlumat verə bilərik burada? Məsələn, məlumat verə bilərik ki, ərəblərin ərazisinin bir hissəsi gedib Hindistanın şimali qərbinə, Mərkəzi Asiyaya və Çinlə sərhəddə doğru gedib çıxırdı. Bir hissəsi Qafqaz, yəni Cənubi Qafqaz, Şimali Qafqazı əhatə eləyirdi. Bir hissəsi Anadolunun bəzi hissələrini əhatə eləyirdi. Bir hissəsi də yəni İspaniyaya qədər gedib çıxmışdı. Yəni böyük bir əraziyə malik idi Ərəb xilafəti. Ümumiyyətlə bunlardan ibarətdir. Xəritədə də yəni göstərilən şeylər bunlardır. Siz əsas paytaxtlara diqqət eləyin. Yəni paytaxtlar vacibdir burada. Paytaxtları bir də göstərəcəm sizə. Deməli, Məkkə, Mədinə, ilk xəlifələrin dövründə, daha sonra Dəməşq şəhəri, Əməvilərin dövründə və Abbasilərin dövründə isə Bağdad şəhəri ölkənin paytaxtına çevrilmişdir. Oldu uşaqlar, dərs bu qədərdir. Hamıya uğurlar.